1-ci Abbas və Nadir xan Əfşara aid oxşar cəhətləri soruşur. Rusiya ilə diplomatik danışıqların aparılması, Şah 1-ci Abbas Moskva çarlığı ilə diplomatik danışıqlar aparıb, Rusiya ilə diplomatik danışıqları var. Nadir xan Əfşar da eyni formada, deməli 1735-ci ildə Gəncə müqaviləsini bağlayıb, beləliklə diplomatik danışıqlar hər ikisinə oxşar cəhətdir. Səfəvilər dövlətinin sərhədlərinin bərpa edilməsi Şah 1-ci Abbas və Nadir xan Əfşara oxşar cəhətdir. 1735-ci ildə Nadir xan Əfşar, deməli, Azərbaycan torpaqlarının Səfəvi dövlətinin ərazilərinin bütövlüyünü tamamilə bərpa etibdir. Xorasanın Şeybanilərdən azad edilməsi Şah 1-ci Abbasa aiddir. Mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyinin yaradılması Şah 1-ci Abbasın dövründə mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyi yaradılmışdı. Nadir xan yox, Nadir şahın dövründə inzibati dəyişikliklər həyata keçirilib. Cavabımız 1, 2, A variantı düzgündür.